Salam, hər vaxtınız xeyir olsun kanalımda xoş gördük sizləri. Bugün Səmra'la biz Güvən 5-8 riyaziyyatdan variant B. Deməli, bu hansı mövzuya aid idi? Adi 10 və onluq kəsrlər mövzusuna aid idi. Buyur Səmra, birinci testdən başlayaq. Birinci testdə x bərabərdə 9, 35 bölünsün 9, y bərabərdə 39 bölünsün 10 və z Hı. 43 bölünsün 11 kəsrlərini müqayisə edeyim. Mən ən böyük dəqiqə, Necə müqayisə eləmirsən, yoxsa eləməmisən bunları? Burada ən böyüyü səncə hansı eləmişəm. olacaq? Ən böyük Z olacaq, 11-də sonra Y olacaq, sonra bunlara ortaq məxrəc tapa bilərik biz Səmra. bəli, Ortaq məxrəc tapsaq necə götürək məsəl üçün məxrəcləri müqayisə etmək üçün? e, 990. Məsələn, birincini 990 eləmək üçün nə edirik? 990-ı bölürük 990 9-a. 9-a 110. Aysa 110, 110 da vururuq 35'e. Eğer 3850. Y'de de yine eyni qayda ilə 990 edə bilərik. 990'ı 10'a böləndə 99, 99 da vururuq neçəyə? 39'a. Alırıq Bəli, 3861. Z'də də eyni qayda ilə 990'ı bölürük 11'e 90, 90'ı da 43'e vururuq. Eğer 3870. Sonra bunlardan eynilik müqayisə edirik. Müqayisə edəndə gördüyün kimi Z böyükdür Y-dən, o da böyükdür X-dən. Yəni A variantı. İkinci, necə müqayisə ikincisində edirik? maliyyə Məsəl üçün A-dan başlayaq. Nələr təkrarlanır? 24, A isə 24'lər təkrarlanır. Yəni 0 tam 24, 24 gedir. Onu bəli, da yazıram bura. 0 tam 24, 24 təkrarladı. Keçdik B-yə. B necə olacaq bəs? 0 tam 242, A hesap. Sonra yine 242 bu formada gelir. Sonra yani bu 2 42 42 gelir de böyle deyək. bəli. Mesela 2 Mən bu da yazdım. 24, 24 dedi. 42 42 yazıram bura. Burada 4 sonra 42 olacak. Bu da 24 24 getdi. İndi C'de ama 2 4 4 gələcək. 0 2 gələcək. 4'lər təkrarlanacaq. Sadəcə 4'lər gələcək. Bəli, Gəl müqayisə edək. Hansı böyük oldu? Z, Bence böyük oldu. Ama aynen B'ye fikir verirsən bərabərdir. Deməli, onda belə çıxır ki, C A ilə B-dən böyükdür, amma A ilə B bir-birlərinə nədir? Bərabərdir, eynidir rəqəmləri. Ona görə cavab olur B variantı. 3. İlk öncə yuxarıdakı əməli işləyək. Birinci 24'ü nə edirik? bölü Vururuq vururuq 0. Aha, 0 neçəyə? 4'a 0 tam yox 990'da 900'də daha doğrusu. 900 bəli, 416'dan da 41 çıxırıq. bəli, 416'dan da 41 çıxanda neçə alırıq? 375. İxtisar aparsa, məsələn, 375'i 25'e bölə bilərik. İxtisar gedir 25'e. yox, 15 kalır burada. 900 de 25'e bölürük. Burada da kalır 36. Sonra 24'ten 36 ixtisar geçsin. 36'nı 4'e bəli, böləndə 9. 24'ü 4'e böləndə 6 alırıq. Sonra 6'ı 3'e böləndə 2. 9'u 3'e böləndə 3 alırıq. 3 ilə də 15 ixtisar gedir. 5. 2 ilə 5'e vuranda 10. Yəni belə çıxır ki, bu misalın cavabı neçə elədi? 10. bəli, İkinci əməlimizə baxırıq. 3 tam 3'də 1'i vururuq 10'da 3'ə.
0,3 normalde 10'da 3 deməkdir. Bunu da düzgün olmayan kəsrə çevirəndə 3'də 10 eləyir. 3'də 10'da 10'da 3'ə vuranda cavabımız neçə eləyəcək? Bunlar da ixtisar gələcək 1. Bunun da cavabı 1 elədim. Üçüncü əməl. 5,3'də 1'i vururuq 8'də 3'ə. Yenə ortaq şey deyirik, düzgün olmayan kəsrə çeviririk. 5'i 3'ə vururam. 15, 15'in üstünə 1 gəlirəm 16. 3'də 16 vurulsun 8'də 3. 3'də ixtisar getdi. 16 ilə də 8 ixtisar gedir, qalır 2. Burada oldu 2. Sonra 10'da 4'ü vururam 2,2'də 1'ə. Yəni 10'da 4'ü vururam 2'də 5'ə. Bunlar da ixtisar gedir, qalır 1. Bunu da tapdım. Deməli, yuxarıda 10 çıxılsın 2, 8, aşağıda da 2 üstə gəlsin 1, 3. Və amma cavab alınmadı. Nəyə səhv elədik bəs biz burada? Yenidən işləyək Səmra. Bir də yoxlayaq. Ola bilər ki, misal özü səhv olsun. Kömək edirsən. 24'ü vurduq, açdıq. Bölünüm o Hı. 10 idi. 24'ü vurdu. Ağla. Deməli, 900'də 416'dan da 41 çıxdıqda 375 oldu. Bəli. 375'i de 24'e vurub 900'e böləndə aldıq cavabı 10. Bax, bu ifadənin cavabı 10 eləmişdi. Bəli. Digəri də 3'də 10 idi. Bu da 10'da 3 idi. Bunları da ixtisar aparıb 1 almışdıq. Ondan da 1 çıxan da Bəli. 9. Ha, bura 9 demə. Ondan 1 çıxıb 8 yazmışam. Üzülürsə. İndi alınacaq. 9'u da 3'ə bölə neçə alırıq? 3. 3 bəli. Cavab olacaq B bölümü. Aynı oldu. Düz Bəli. yazmışıq. Sadəcə ondan 1 çıxanda 8 yazmışdıq. Keçdik 4-cü misala. İndi bunu bərabər işləyək. Necə eləyək birinci burada? 7 23, 6,23'də 23. Birinci olar mı vurmaları həll edək? Sonra toplama çıxmaya baxaq. Yəni ən birinci əməlimiz nə olacaq? 1,23'də 4 vurulsun 3,6'da 5. Düzgün olmayan kəsrə çevirsək olacaq 23'də 27 vurulsun 6'da 3 6'ya vurup 18, 18'in de üstüne 5 geldi. 23. Sayılarımız gedir. 27 27 ilə də 3'e 26 böləndə 3'ə 9, 6'ın da 9. 3'e böləndə 2. Düzdür mü? 2'də Bəli. 9 aldıq. Digər vurmanı da həll edək. 3,6'da 1'i vururam 19'da 3'e. Eğir 6'da 19 vurulsun 19'da 3. Sayılar gedir. Qalır 2'də 1. Bunu da tapdım. Sonra 7'dən 2'də 9'u çıxıram. Sonra da üstünə nəyə gəlirəm? 2'də 1'i. 7'dən 2'də 9'u necə çıxırıq? 7'nin birini xırdalayırıq. Düzdürmü? Bəli. Və yaxud da belə də yaza bilərik. 2'də 14 kimi də yaza bilərik 7'yi yenə. Çünki 14'ü 2'yə böləndə axı 7 eləyir. Çıxırıq 2'də 9'u, üstünə də 2'də 1 gəlirik. Bu eləyəcək. 14'dən də 9 çıxan neçə eləyir? Necə əməli? 5. Üstünə də 2'də 1 gələndə olur 2'də 6. 6'nı da 2'yə böləndə 3. Bəli. Düzdürmü? Biz buranı 3 tapdıq. Bu mötərizənin cavabını. İndi 3'ü nə etməliyik? 3'də 2'yə bölməliyik. 3'də 2'yə bölməli bəli. Aha, yazırıq. 3 bölünsün 3'də 2. Peki. Mən Yəni 3'də 3 deyil. vurulsun 2 2'də qalır. 3. Olacaq 2'də 9. 9. Bəli, 2'də 9'dan da çıxırıq 3'də 2'ni. Orta mərəcimiz olacaq 6. 6'ı 2'yə bölürəm 3, 3'ü 9'a vururam 27 çıxılsın. 6'ın 3'ə bölürəm 2, 2'ni də 2'yə vururam 4.
27-dən də 4 çıxanda qalır neçə? 23. 23. Düzdürmü? Bunu da tam və kəsrlə göstərsə, 3 tam Tam 6-da ortadan neçə? 5. Aynı oldu. bəli. İndi 5-ciyə yazaq bərabər. Necə eləyəcəyik? Kömək elə. Birinci nə iş görəcəyik? Mən 2 tam 2-də 2-də 1 nə? 2-dən 1 Aha. çıxacaq. Aysa. 2-də 2-dən 2-də 1 1. çıxacaq. Qalacaq neçə? 1. 2-də 1. Yazdıq 2-də 1. Sonra 3-dən 3-də 1 çıxacaq. Qalacaq 3-də 2. aha, doğrudur. Sonra 4-də 1-dən 4-də 4 çıxacaq. 4-də 4-dən 4-də 1 çıxacaq. 4-də 3. növbədəki məsəl üçün Səmra nöqtələrin yerində məsələn 1 çıxılsın 5-də 1-dir. Sonra 1 çıxılsın neçədir ağılım? 6. 6-da 1-dir, bəli. Sonra 1 çıxılsın 7. Yəni bu formada gedir, düzdürmü misalımız? Məsəl üçün növbətin yazası olsa, 1 çıxılsın 5-də 1 deyirsə, 5-də 5-də 5-dən 5-də 4 yaza bilərik. Bəli. Nöqtə, nöqtə, nöqtə və 6-da bir 6-da bəli, 5, 6-da yetərlidir. Hə, onları yazmasaq da olar. Bir də bundan qabaqkini yazaq, bir də sonuncunu yazaq. Məsəl üçün 1 çıxılsın 9-da 1 yazaq. Yəni 9-da 8, bir də 10-da ondan 10-da 1 çıxanı neçə eləyir? 10-da 9. Bir də bunu yazaq. Aynı oldu. 2 versən 2-lər gedir. 3-lər gedir, 4-lər gedir, 5-lər gedəcək. Sonra 9-lar 6-lar gedir, gedəcək. 8, bəli, 8 hamısı gedəcək. Bir dənə nə qalacaq? 10-dan 10, 1. bəli. 1 bölünsün 10. Biri də ona bölünə neçə eləyir? 11. 0,1. Bəli, devam. 6. Buyur. Yenə mi qayda ilə? Mhm. 1 çıxılsın 2-də 1, amma bu səfər 1 üstə gəl 3-də 1. Gəl. 1 çıxılsın 4-də 1, 1 üstə gəl 5-də 1. Yəni biri çıxma, biri toplama kimi göstərilibdir. Məsələn, 2-də 2-dən 2-də 1 çıxanda qalacaq 2-də 1. Yenə 2-də. Aha. Bu üzü artıq 1 tam 1 tam 3-də 1. 3-də 1. 1 tam 3-də 1 nədir? Düzgün olmayan kəsrə çevirəndə. 3-də 4 deməkdir. Yəni birbaşa Bəli. yazaq. Sonra növbəti 4-də 5. Yox. 4-də 3. aha. Sonra ondan sonra nə gəlməli idi? 5-də 1. Yəni amma 1 üstə gəl 5-də 1-də, düzdürmü? Toplama. Bəli. 1 üstə gəl 5-də 1 nə olacaqdı? 6. Yəni 1 tam 5-də 1. Yəni 5-də 6. Bəli, o da olacaqdı 5-də 6. Yazdıq. Sonra və sonuncular da Sonra yazaq. 1 tam 6, 9-da 5. 1, yəni 9-da 10 yazaq. 10-da ondan da 10-da 1 çıxanda bunu da 10-da 9 yazaq. Aynı oldu bunlar. Bəli. İxtisarlarımızı aparaq. 3-lər gedir, 4-lər gedir, 4-lər gedir. 9-lar gedir, 10-lar gedir. 6-lar gedir, 5-lər gedir. Bəli, onlar da gedəcək. Onsuz da içərisinə daxil olanda gedəcək. Bir dənə qalacaq elə ki 2-də 1. 0,5. Bəli, cavab olacaq C variantı. 7. 2 vurulsun 3. Aha. Deyəcək 6. 6-da Bunun bir 1. dənə yolu var. Qoy yolunu başa sal. Düstur yolunu. Belə misallarda əvvəlcə məxrəcə baxırıq. Məxrəc görək necə gedir. Məsələn, fikir versən 2, 3, sonra 3, 4, sonra 4, 5. Yəni 1 vahid artır, düzdürmü? Məxrəc Bəli. 1 vahid artdığına görə biz o 1-i çıxardırıq mötərizə xaricini. Sonra mötərizə açırıq. İlk kəsirdən, yəni 2-də 1 kəsirdən son kəsiri çıxırıq. Düsturumuz belədir. 2-də 1-dən də çıxırıq neçəni? 5-də 1-i. Ortaq məxrəc 10 götürsək, 10-u 2-yə böləndə 5, 10-u 5-ə böləndə 2. Bunlar da çıxır, olur 10-da 3. Bu da eləyir 0,10-da 3, yəni D variantı. Aynı oldu. 8-də Bəli. də eyni qayda. Məxrəclər neçə artır? 2, 2. Aysə 2, 2 artırsa, onda 2 bölünsün 2-ni mötərizə xaricinə çıxardıraq.
Yəni yuxarıda da 2 var sürətdə. Bayaq 1 idi, indi də 2-dir də. Birinci kəsirdən 3-də 2-dən sonuncu kəsiri nə edirəm? Çıxıram. Yəni Hə, 3-də 2 kəsirindən çıxıram sonuncu kəsirim neçəni? 9-da 2-ni. Qabaq da onsuz da bəli. 1 eləyəcək. 2 2-yə bölündə onsuz da 1 eləyir. Yəni məxrəclər dediyim kimi 2 artdığına görə 2-də 1 çıxır. Onun da yuxarısında 2 olduğu üçün 2-lər ixtisar gedir, 1 qalır. Biz sadəcə 3-də 2-dən 9-da 2 çıxmalıyıq. Orta mərəz 9 götürsək, 9-u 3-ə bölürük. 3, 3-ü 2-yə vururuq 6. 9, 2. Burada da olur 9-da 4. Yəni cavab olacaq D variantı. Aynı oldu. Bəli. Sonra digəri. Bunu məsəl üçün başqa cür necə hesablamaq olardı? Orta mərəz eləsək çətin olacaqdı. Məsələn 3 vur 5 15, 7 vur 35, 7 vur 9 63. Yəni uzun olacaqdı. Ona görə ən rahat yolu budur. Biz digərinə baxaq. Amma burada da 2 artır. Hı -hı. Yəni məsəl üçün bu 5 vur 7, sonra 7 vur 9, sonra neçə olacaq? 9 vurulsun 11, 9 sonra vurulsun 11 vurulsun 11. 13. Bəli. 2 artdığına görə 2-də biri mötərizə xaricinə çıxartdım. Çünki bunun sürəti axı 1-dir. Burada məsəl üçün bayaq sürətimiz 2 idi deyə mən bunu 2-də 2 kimi yazdım da. Burada amma 2-də 1 kimi yazıram. Aynı oldu. Bəli. İndi çıxırıq. Birinci kəsrimiz hansı Çıxırıq. ki, 5-də Səmra? 1. Bəli, 5-də 5-də 1. 1-dir. Sonuncu kəsrimiz Digər də nədir? 25-də 1. 25-də 1, bəli. Burada da 1 olmalıdır. Üzr istəyirəm. Mən bunları görməmişəm. 2 götürmüşəm. Birincisi 3-də 1-dir, ikincisi 9-da 1-dir. 9-u 3-ə bölündü 3, 9-da 1. Bu 9-da 2 eləyəcək. Sonra burada B variantı olacaq. İndi bunun çıxartdığı nətər tapacağıq? Orta mərəz nə tapaq bunlara? 25 elə. 25 tapsaq, 25-i 5-ə bölürəm. 5, 5-i də 1-ə vururam. 5. Burada da olur 25-də 1. Çıxanda 25-də 4 alırıq da, düzdürmü? Bəli. 2-də 1-i də vururuq 25-də 4-ə. Bunlar da ixtisar gedir. Olur 25-də 2. Yəni C variantı. Aynı oldu. Bəli. Sonra məxrəci 15 olsun. Neçə ixtisar olunmayan düzgün kəsir var. Bunu iki üsulla eləyə bilərsən. Ya şifahi tapmaqla, ya da düsturla. Məsələn, gəl şifahi tapmaqla əvvəlcə eləyək. Məxrəci 15 olan neçə ixtisar olunmayan düzgün kəsirimiz var? Məsələn, 15-də 1 yaza bilərik, 15-də 2 yaza bilərik, sonra 4, 15-də 4 yaza 6, 7, bilərik, 6 8, yaza bilmərik, 9, çünki 10. 6 ilə B 3-ə bölünür. 7 yaza bilərik, 8 yaza bilərik, 9 yaza bilmirik, 10 yaza bilmirik, 11 yaza bilərik, 12 yazmaq olmur, 13 yazmaq olar, 14 yazmaq olar. Saysaq neçədən olacaq? 8. Ay, sağ ol. Cavab C var. Bəs indi bunu başqa cür necə eləyirik? Məxrəci 15 olan qruplara ayırırıq. 15-i qruplara ayıranda 3-ə bölünür, 5-də 5-ə bölünür. Düzdürmü? Bəli. Sonra 3-dən 1 çıxırıq, 5-dən də 1 çıxırıq və bir-birinə vururuq. 2 vurulsun 4, yəni 8. Aynı oldu. Bu da düstur formasıdır. Bəli. Hərəsindən bir vahid azaldıb bir-birinə vururuq. İndi digəri 11. İndi məxrəci 18 olsun, ixtisar olunan düzgün kəsir olsun deyir. Məsələn 2, sonra 3, 4, 6. 5. 5 olmur. 6 olmur. Niyə? Hər ikisi ixtisar olur da 2-yə böldür. 9. Mən bu ixtisar olunan deyil. Hesab sefer olunan deyir. 10, 10, 12, 12, 14, 16, 14, 18. 16. 18 üzrə yazmırıq. Çünki düzgün olmayan kəsir olur. O düzgün kəsir istəyir axı.
Bunları yazdıq. Məxrəci 18 olan, ixtisar olunan düzgün kəsirlərin hər birini qeyd edirik Səmra. Düzdürmü? Saysan istən olacaq. 10 dənə. Baxaq 4, 8, 9, 10 dənə. Aha. Amma bizdən nə istəyirdi? Biz nəyəsə unutduq. Əslində 2, 11 3, dənə. 4. Bax gör nəyi unutmuşuq. Məsələn 2-yə bölünür, sonra 3-ə bölünür, 4-ə bölünür. 6 var. 6 yazdı. 6 yazmışıq. 100, Bax 7. 15-i yazmamışıq. Görsən? 15 də 3-ə bölünür. 18 də 3-ə bölünür. Bildin? Bəli, 11 dənə. Aha, sağ. 11-dən. Bunu belə yazdıq. Birinci üsulumuz. İndi gəl bunu düsturla yazaq. 18-i neyniyək? Vurğulara ayıraq. 2-yə bölünür. 9. 3-ə bölünür. 3 də 3-ə bölünür. Düzdürmü? Bəli. Aha. İndi vuraq bir-birinə. 1 vurulsun, 2 vurulsun, 2. Neçə elədi bu? 4 oldu. 4. Aysa bu 4 nəyin sayıdır? 4 önümü ixtisar olmanın düzgün kəsir məxrəci. İxtisar olunmayanlar. 4 ixtisar olunmur. Yox, məsəl üçün o məxrəci 18 olan ixtisar olunmayan kəsirlərimiz də var axı. Məsələn 1 idi, sonra məsələn neçə yaza bilərik? 5, 5, bəli. 7, 7-ni, bəli. 18, 17, 18 yaza bilmərik. Məxrəc axı düzgün kəsirdir. 17, 11 17, yaza bilərik. 17. 13 yaza bilərik. 17 yaza bilərik. Yəni bu 10 demək istəyir. Başa düşdün? Yəni Bəli. cavabımız nə olacaq? A variantı olacaq. Aydın oldu. Bəli. Keçdik 12-yə. Sonlu onluq kəsir necə göstərilir? Demişdim. Məxrəci yalnız nədən ibarət olmalıdır? Yəni bir rəqəmdən. Ya hamısı 2 olmalıdır, Ya da hamısı 5. ya da ki 2 və 5 olmalıdır. Düzdürmü? Bəli. Məsələn, fikir verirsən, məxrəci yalnız 2, 5 və yaxud da 2 və 5-dən ibarət olan bir dənə C variantındadır. Birincisi məsələn 9-dur, ikinci 7-dir, D variantında 3-dür. Bunlar sonsuz olur. Sonra 13. Aşağıda kəsirlərdən hansı sonlu onluq kəsiri şəklində göstərmək olmaz. Aha, olmaz deyir. Sən tap. Mənim A variantı. A-nın məxrəci nədən ibarətdir? 8-dən. 8 nəyə bərabərdir? 3 dənə 2. Yəni 2-nin kubuna bərabərdir. Amma B-yə bax 6-dır. 6 necə göstərə bilirik? 2 və 3 şəklində göstərə bilirik hasili. Tərkibində 3 var. Bizə dedik ki, axı məxrəcimiz yalnız 2-dən, 5-dən və 2 və 5-dən ibarət olmalıdır da, düzdürmü? Bəli, B variantı. Aysa, ona görə cavab B olacaq. 14. Məxrəci 12 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Sən də görün, məxrəci 12 olan düzgün kəsirlərimiz hansılardır? 12-də 12-də 1, 1, 2, 3, 2, düzdürmü? 3, Ta ki 4, neçəyə 5, 6, qədər? 7, 9, 11-ə 11-ə. qədərdir. Aysa, bunlardan hansını sonlu onluq kəsir şəklində göstərə biliriksə onu yazmalıyıq. Sən də bilirsən ki, 12-nin tərkibində vurğuları ayıranda, 12-ni 2-yə böləndə 6, 6-nı 2-yə böləndə 3, 3. Bir dənə 3-ümüz var, düzdürmü? Mən onda o Bəli. 3-ü oradan neynəməliyəm? Ləğv eləməliyəm. Yəni ixtisar aparmalıyam ki, aşağıda 4 qalsın da. Yəni yalnız 2-lərdən ibarət olsun. Ona görə mən hansı kəsri yaza bilərəm? 12-də 3 kəsrini yaza bilərəm. 3-ü ixtisar aparmaq üçün. Sonra 12-də məsəl üçün 6 yaza bilərəm. Tərkibində 3 olanları yaza bilərəm. Çünki 3 ixtisar getsin ki, məxrəc yalnız 2-dən ibarət olsun və mən onu sonlu onluq kəsir şəklində göstərə bilim. Aydın oldu? Bəli. Məsələn, 12-də 9 yaza bilərəm. Çünki yenə də 3 ixtisar apara bilirəm. Başqa mümkündür? Yox. Deməli, neçə dənə kəsir şəklində göstərmək olur? 3 dənə.
3 dənəsini sonlu Bəli. onluq kəsr şəklində göstərə bilirəm. 15. Məxrəc 15 olan düzgün kəsrlərdən neçəsini sonlu onluq kəsr şəklində göstərmək olmaz. Aha, deyir artıq göstərmək olmasın. Sən də bilirsən ki, 15-in tərkibində 3 və 5-dən ibarətdir. Demək ki, sən orada 3-ü yox eləməməlisən. 3 qalmalıdır məxrəcdə. Məsələn, 15-də 1. Sonra 9 dənə. 15'te 2. En yaxşısı bilsən neynə? 3 olanları, tərkibində 3 olanları tap və 15-dən çıx. Sayını çıxaq da yəni. 3 olanlar hansılardır? 15'te 3'dür. 15'te Bəli. 6'dır. 15'te 15-də 9'dur. 9, bir də 12. Aysa neçədən oldu? 3, 6, 9, 10, 4 dənə oldu da. Düzdürmü? 15-dən 4, 13, 11. 11. Birini də çıxırıq çünki 15'te 15 axı düzgün olmayan kəsirdir. Düzgün kəsir deyil. Yəni biz normalda 15'te 10 15 dənə. yazmırıq da, 14'e qədər yaza bilirik. 10 dənə. Bəli. Aynı oldu. Bəli. Amma həll edə bilərsən, yəni göstərə də bilərsən. Sonra 16. 16-dan eləyim. 3-də 1 üzərinə gəlsin, 5-də 1 üzərinə gəlsin, 7-də 1 Gəl bərabərdə toplayaq. A olarsın. 3'də 1, 5'də 1, 7'də 1. Düzdürmü? Bunu aynı ifadə edibdim. Bəli. İndi biz 3'də 1 plus 5'də 3 plus 7'də 5'i tapmalıyıq. Biz bunları Bəli. məsəl üçün tərəf-tərəfə toplasaq, bu 3'də 2 eləyir. Bunu toplasaq 5'də 4 eləyir. Bunu toplasaq 7'də neçə eləyir? 6 eləyir. Bəs çıxsaq nə alırıq? 5'də 2 ilə 7'də 2 alırıq. Düzdürmü? Amma biz Bəli. eləyirik ki, bununla ifadə eləyək də. Məsəl üçün 5'də 3'ü necə 5'də 1 kimi ifadə eləyə bilərsən? Ee, Hmm. mən də bilmirəm. Deməli, gəl biz burada hər bir tərəfini 2-yə vuraq. 3'də 1-i də 2-yə vuraq, 5'də 1-i də 2-yə vuraq, 7'də 1-i də 2-yə vuraq. Vuranda neçə olacaq? Yəni 2 ayrılıq da. Olur Bəli. 3'də 2 üstə gəlsin, 5'də 2 üstə gəlsin, 7'də 2 bərabər oldu 2 aya. Aya vurduq. İndi 1-dən çıxırıq. 1-dən 3'də 2-ni çıxıram, çünki 3'də 1-i almaq üçün. 1-dən 5'də 2-ni çıxıram, 5'də 3-ü almaq üçün. 1-dən 7'də 2-ni çıxıram, 7'də 5-i almaq üçün. Düzdürmü? Bəli. Neçə dənə 1 oldu? 3 dənə 1 oldu. 3 çıxılsın, 3'də 2 üstə gəlsin, 5'də 2 üstə gəlsin, 7'də 2 oldu. Buna da biz nə demişdik? 2A demişdik. Deməli 3 çıxılsın, 2A olacaq. Yəni A variantı. 17. Boru məsələlərdir. Biz demişdik Olur. ki, eyni olanda açılırsa, doldurursa toplanır. Birinci boru 10 saata doldurursa olur 10'da 1. İkinci boru 15 saata dolursa olur 15'də 1. Hər ikisi eyni vaxtda açılırsa 2 saata dolur. Görək 2 saata hansı hissəsi dolur. Birinci olacaq 10'da 2, ikinci də olacaq 15'də 2. Elə ki 2-ni vurub açıram da. Ortaq məxrəc neçə götürürəm? 30. 30'u 10'a bölürəm 3, 3'ü 2'yə vururam 6. 30'u 15'ə bölürəm 2, 2 ilə 2 4. Bəli. 4, 30'da 32. 10. Bunlar da ixtisar gedir, qalıb 3'də 1. Bəli. Yəni 3'də 1 hissəsi dolar. C 18'də də variantı. eyni qayda ilə, bəli. 6'da 1 deyir, 6'da 1 yazıram. 12'də 1 deyir, 12'də 1 yazıram. Dolur, toplayıram. 3 saat dediyinə görə zamana vururam. Hesablayırıq. Deməli, 6'da olur 6'da 12'də 3, 12'də 3. İxtisarlarımızı aparıram. 2'də 1, 12 ilə də 3-ün hər ikisini 3-ə böləndə 4'də 1. Ortaq məxrəc 4 götürürəm. 4'ü 2'ye bölürəm. 2, 4, 4'də 1. Bu da olacaq 4'də 3. Bizdə dolandı. Amma bizdə dolmamış istəyir. Tam hissədə 1'dir. 4'də 4'dən də 4'də 3'ü çıxıram.
Dolmayan hissədə nə olacaq? 4-də 1. Aynı oldu. Bəli. 19. Aşağıdaki kəsirlərdən hansı bu kəsirlər arasında yerləşir deyil. Biz bilirik ki, bunu yazanda 0, 5, 5, 5 bu formada təkrarlayırıq. Bunu yazanda 0, 6, 5, 5 belə göstəririk. İndi hansı yerləşir, onu tapmalıyıq. Məsələn, B variantı yerləşir. Çünki bu 0, 5, 6, 6 gedir və bunun arasında yerləşir. Amma bu 0,7-dir, bunu keçir. Bu isə 0,6, 6, 6 gedir. Yenə də bunu keçir. Bu isə 0,5, 5, 5, 5, 5 getmir, 5, 0 gedir. Bu isə bundan kiçikdir. Deməli, arasında olan doğru olan B variantı olacaq. 20-də isə yerləşmir deyir. Gəl əvvəlcə yazaq. Bu 2, 2, 2, 2 təkrarlanır. Bu isə 2, 3, 3 təkrarlanır. Məsələn, 0, 2, 2 görsənmi yerləşmir, eynidir. Amma 0, 2, 3, 23 yerləşir. Çünki bunun sonu 0'dır. Yəni 230 deməkdir. Bu 233 deməkdir. 230 burada yerləşir. Bu 232, 2, 2 gedir də. Çünki 232 ile 233'ün arasında yerləşir. Bu da 223'tür. Bəli, 222'nin arasında, 233'ün arasında yerləşir. Amma bu 0, 22 yanına da 0 qoyanda 220 deməkdir. 220, 222'nin arasında yerləşmir. Yəni yerləşməyən A variantı olacaq. Aynı oldu. Bu Bəli. qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.